Zəfər savaşında torpaq uğrunda can verən ailənin malları sələmçi Şahin Əliyev tərəfindən talanıb. 44 günlük Vətən müharibəsi iştirakçısının qardaşı, iş adamı Ramil Cahangirov ona qarşı edilən dələduzluq və saxtakarlıq əməlləri nəticəsində külli miqdarda zərərə düşdüyünü bildirir. O, mətbuata etdiyi müraciətində Nərimanov rayon sakini Əliyev Şahin Hüseynoğlu tərəfindən əmlakının mənimsənildiyini və Qaradağ rayon prokurorluğunun məsələyə laqeyd yanaşdığını iddia edir. Uzun illərdir Sədərək Ticarət Mərkəzində mətbəx avadanlıqlarının satışı ilə məşğul olduğunu deyən iş adamının sözlərinə görə, o, Şahin Əliyevdən yüksək faizlə borc götürüb və ödənişləri vaxtında, hətta vaxtından əvvəl edib. Lakin buna baxmayaraq, qarşı tərəf sonradan bütün pulun bir gün ərzində qaytarılmasını tələb edib. Ramil Cahangirov deyir ki, bu tələb yerinə yetirilmədikdə Şahin Əliyev heç bir hüquqi əsas olmadan onun işçiləri ilə əlbir olaraq anbarındakı bütün malları öz anbarına daşıtdırıb. Şikayətçinin sözlərinə görə, qarşı tərəf bununla kifayətlənməyərək, onun qardaşı oğlu Samir Cahangirliyə məxsus anbardakı malları da faktiki olaraq mənimsəyib. İş adamı bildirib ki, bütün bunlar onun Şahin Əliyevə heç bir borcunun qalmadığı bir zamanda baş verib. Hadisə ilə bağlı təxminən 2 ay əvvəl Qaradağ rayon prokurorluğuna müraciət edən Ramil Cahangirov araşdırmanın gedişindən narazıdır. Şikayət ərizəsində bütün hadisələri detallı şəkildə yazmağıma və mənə qarşı bu əməlləri törədən şəxsin Əliyev Şahin Hüseynoğlunun haqqında, o cümlədən şahidlər haqqında lazımi məlumatları verməyinə baxmayaraq, iş demək olar ki, araşdırılmır. Heç bir şahid ifadə üçün çağırılmır. Qarşı tərəfə ümumiyyətlə gözün üstə qaşın var deyən yoxdur. Ramil Cahangirov araşdırmanın ləng aparılmasını müəyyən şəxslərin, əsasən də Şahin Əliyevin yaxın dostu Cavid adlı şəxsin müdaxiləsi ilə əlaqələndirir. Belə çıxır ki, bəzi adamlara ədalətdən və həqiqətdən daha çox dost yoldaşlıq, aralarındakı bəzi maddi ortaqlıqlar və digər nüanslar daha maraqlıdır deyə şikayətçi bildirib. O, hüquqlarının qorunması üçün yuxarı instansiyalara da şikayət edəcəyini bildirib. Qeyd edək ki, Ramil Cahangirovun qardaşı 44 günlük Vətən müharibəsi iştirakçısı, Azərbaycan ordusunun zabiti, baş leytenant Habil Cahangirov müharibədən sonra müalicə aldığı Türkiyənin Ankara şəhərində yerləşən xəstəxanada vəfat edib.